ilk olaraq sözü veririk tərklər işi haqqında araşdırma aparmış Qurban bəy Məmmədliyə, millət vəkilinə. Mən üzr istəyirəm, kiminsə mikrofonu açıqdır, hələ başa düşə bilmirəm kimindir. Bağlayaram. Buyurun Qurban bəy, siz başlayın, mən məsələni həll edəcəm. Hörmətli sədr, hörmətli millət vəkilləri, mən öncə bu mövzuda əsas məruzat kimi çıxış etmək imkanı vericiyinə görə təşəkkür edirəm. Ancaq bu məruzəni etmək üçün məndən əvvəl mənəvi haqqı olan adamlar var. Oqtay Gülaliyev və İlham Aslanoğlu. Oqtay bəyin başına gələnlər sizə məlumdur. Məhz tərtər işini araşdırmağa cəhd etdiyinə görə 29 oktyabr 2019-cu ildə həyatına qəsd edildi, hələ də komadadır. Oqtay bəydən sonra yarımçıq qalmış bu işi İlham Aslanoğlu özlərinə götürdü və həyatının real təhlükə qarşısında qalmasına baxmayaraq İlham bəy 250-dən artıq zərər çəkmişi araşdırdı, tapdı, dindirdi və məhz İlham Aslanoğlu'nun bu çəkilişlərinin Azərfilm TV-də yayılmasından sonra Azərbaycan xalqı, eləcə də dünya ictimaiyyəti bu qətliamın Ərəstun Oruçunun sözləri ilə desək, əsrin bu qanlı, dəhşətli cinayətinin maçştablarından, ağır nəticələrindən xəbər tutdu. Araşdırmanın qarşısını almaq üçün İlham Aslanoğlu şərlənərək 2 dəfə həbs edildi və hal-hazırda həbsxanada tapdığı ağır xəstəliklərin müalicəsini davam etdirdiyinə görə bugün çox təəssüf ki, bu yüksək məclisdə çıxış edə bilmir. Fürsətdən istifadə edərək buradan hər ikisinə özüm, ailəm və xalqım adına təşəkkür edir. Oqtay bəyə Allahdan adil şəfalar diləyirəm. Məruzamın əsas hissəsinə keçməmədən öncə hörmətli millət vəkilləri, hörmətli sədr, təklif edirəm ki, Tərtər qətliamında şəhid edilən Azərbaycan ordusunun şərəfli əskər və zabitlərinin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla və Fatihə surəsi oxumaqla yad edək. Allah rəhmət eləsin, ruhları şad olsun. Allah rəhmət eləsin. Hörmətli millət vəkilləri, nəzərə alaraq ki, Tərtər qətliamı haqqında xalqımız və siz dəyərli millət vəkilləri Azərfilm TV-də mənim apardığım Tərtər 1767 şərti adı altında apardığım o verilişlərdən kifayət qədər məlumatlısınız. Eləcə də bugün məndən başqa bu mövzuda çıxış edən olacaq və onlar Tərtər qətliamının qurbanları, onların sayı, işgəncənin növləri və Azərbaycan Respublikasının cinayət məcəlləsinin tələblərinə əsasən xüsusilə ağır cinayət hesab edilən bu qətliamın sair tərəfləri ilə bağlı məlumatlar verəcəklər. Mən burada yalnız bu cinayətin törədilmə şəraiti, səbəbləri, nəticələri və xalq olaraq Azərbaycan vətəndaşlarının xalq parlamenti olaraq bizim vəzifələrimiz haqqında danışacaq. Birinci, Tərtər qətliamının baş vermə şəraiti. Hamını eləcə də bu işi araşdırmağa başlayarkən mənə də bir sual çox düşündürdü və təəccübləndirdi. Bir dövlətdə belə bir cinayətin baş verilməsi necə mümkün olub? Suala təbii ki, bir mənalı cavab vermək mümkün olmasa da istənilən dövlətdə belə bir cinayətin törədilməsinə imkan yaradan şəraitin əsas əlamətlərindən aşağıdakıları xüsusilə vurğulamaq istərdim. 1. Dövlətin yazılı qanunlarla idarə edilməməsi. 2. Dövlət orqanlarının vəzifə və səlahiyyətlərinin dəqiq müəyyən edilməməsi. 3. Dövlət orqanlarının yazılı qanunlarda göstərilən funksiyalarına uyğun fəaliyyət göstərməməsi. 4. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməməsi. 5. Dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin olmaması. 6. Ölkədə söz və mətbuat azadlığının boğulması və ya heç olmaması. Və nəhayət, 7-ci məhkəmə hakimiyyətinin formal xarakter daşıması və müstəqil məhkəmə sisteminin olmaması. Təbii ki, bu siyanı artırmaq da olar, ancaq sadaladığım tək bu 7 səbəb kifayətdir ki, istənilən dövlətdə bu tipli cinayətlər rahatlıqla törədilə bilsin, cinayət ört-basdır edilsin, cinayətkarlar məsuliyyətdən yayıldırılsın və zərərçəkmişlərin səsi eşidilməsin, haqları da bərpa edilməsin. Sadaladığım bu səbəblərin hər birinin haqqında ayrı-ayrı danışmaq istəsəm,
hörmətli millət vəkilləri, yəqin qəbul edərsiniz ki, buna günlər, bəlkə də aylar lazım olacaq. Ancaq bir misalla Tərtər qətliamının törədilmə şəraitini izah etməyə çalışacağam. Diqqət edin, 7 may 2017-ci ildə Azərbaycan Respublikasının güya müstəqil fəaliyyət göstərən 4 dövlət orqanı birgə bəyanat yayır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşinin Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi. Birincisi, bu dördünün arasından biri, yəni Baş Prokurorluq, digər orqanların fəaliyyəti üzərində nəzarət funksiyası daşıyır. Yəni, Prokurorluq həm Daxili Nazirliyinə, həm Müdafiə Nazirliyində baş verən cinayətlərə, həm də Dövlət Təhlükəsizlik Xidmətində, o vaxt MTN deyirdilər, Milli Təhlükəsizlik Nazirliyində törədilən cinayətlərə nəzarət eləmir orqandır. Prokurorluq haqqında Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 767-2G nömrəli qanunun 4-cü maddəsində, bu maddənin adı belədir, prokurorluğun fəaliyyət istiqamətləri göstərilir. Prokurorluq qanunla nəzərdə tutmuş hallarda və qaydada cinayət işi üzrə ibtidai araşdırmaya prosesual rəhbərlik edir, qanunlara riayət edilməsini təmin edir, diqqətlə fikir verin. Təhqiqat və əməliyyat axtarış orqanların fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir. Məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir, məhkəmə qərarlarından və səlahiyyətli orqanın vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə qərarından və ya qərarlarından protest verir. Həmin qanunun prokurorluğun fəaliyyətinin əsas prinsipləri adlanan 5-ci maddəsində isə deyilir. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır. Qanunculuq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma. Diqqət edin bunlara və ya da saxlayın. Faktlara əsaslanma. Birazdan baxacaq görək elə Tərtər işində ümumiyyətlə cinayət faktı var idi mi ki, insanlara belə zülm verdilər? Vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabi olması və siyasi bitərəflik. Yəni, prokuror orqanları siyasi baxımdan heç bir mövqeyi müdafiə etməməlidirlər. Hörmətli millət vəkilləri, parlament üzvləri arasında kifayət qədər sayda hüquqşünaslar var. Soruşmaq istərdim. Bizim hansı qanunumuzda baş prokurorluğun digər orqanlarla birgə bəyanat vermək vəzifəsi, hüququ və ya funksiyası nəzərdə tutulub? Ümumiyyətlə, nə deməkdir bu birgə bəyanat? Bu təcrübə hardan gəlib bizə? Yenə də diqqətinizi prokurorluq haqqında qanuna, onun Azərbaycan Respublikasının baş prokurorluğu adlanan 9-cu maddəsinin 4-cü abzasının 2-ci sətrinə yönetmək istəyirəm. Burada yazılır. Azərbaycan Respublikasının baş prokurorluğu bu qanunun 4-cü maddəsində nəzərdə tutulmuş və ya oxudum sizə prinsiplərin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq orqanlarla birgə, bu birgə sözünü yadda saxlayın, cinayətkarlığın, cinayətlərin açılması vəziyyətinin, cinayət işlərinin hərəkətlərinin vahid uçotu və statistik hesabatlarına dair metodikanın hazırlanmasında iştirak edir. Gördüyünüz kimi, burada vahid uçot və statistik hesabatlarının hazırlanmasındakı birgə fəaliyyətdən söhbət gedir, hörmətli millət vəkilləri. Başqa orqanlarla birləşib, kimlərsə böhtan atmaq, xalqı və burada dövlət başçısını demək istərdim, ancaq deyə bilmirəm. Xalqı aldatmaqdan, ictimai rəyi özlərinin törədəcəyi cinayətləri üçün hazırlamaqdan getmir. Yəni, bu qanunları araşdırsa görərsiniz ki, nə Daxili Nazirliyinin, nə Müdafiə Nazirliyinin, nə Milli Təhlükəsizlik Nazirliyinin bugün Dövlət Təhlükəsizlik Xidməti adlanır, nə də ki, baş prokurorluğun haqqında olan əsasnamələrdən, qanunların heç birində onların başqa orqanlarla birgə bəyanat imzalamaq, birgə bəyanat vermək kimi nə vəzifələri var, nə funksiyaları var, nə hüquqları var. Yaxşı, onda bu birgə bəyanat təcrübəsi haradan götürülüb? Ola bilsin, aramızda olan gənc nəsli bunu bilməsin, ancaq yaşlılar yaxşı xatırlayır. Bu təcrübə dünya miqyasında yalnız vaxtilə Prezident Reaganın Şər İmperiyası adlandırdığı SSR-də olub.
bu təcrübəni heydər edib oradan vətənimizə transfer etdi. Məqsəd, cəmiyyətdə xof, baskı və total çıxılmazlıq hissi yaratmaq, ümidsizlik toxumları səpmək, cəmiyyəti, dövləti öz istəklərinə tabi etdirməkdir. Əgər bütün orqanlar sənin cinayətkar olduğunu elan edirlərsə, sən kimdən kimə şikayət edə bilərsən, hüququnu necə qoruya bilərsən? Məhz bu metodla xalqımıza qazanılmış çarəsizlik sindromu aşılanır və toplum ona görə məhz indiki səviyyədədir. Çox vaxt hamı soruşur, xalq niyə belədir? Xalq niyə laqeyddir? Xalq niyə ayağa qalxmır? Hansı xalqa qarşı bu tədbirləri dostlar tətbiq eləsəz, hörmətli millət vəkilləri, bizim xalqdan artıq əski olmayacaq, belə olacaqdır. Sizcə nəzarət etməli orqan, indiki halda baş prokurorluq, nəzarət etməli olduğu orqanlarla birgə bəyanat verərək, hansısa cinayətin həqiqətən törədilməsi haqda mövqe bildirirsə, diqqətlə xahiş edirəm qulaq asın bu hissəsinə. Sonradan bunun əksini iddia edə bilərmi ki, belə bir cinayət olmuyor? Adam zaten imzalayıb artıq, baş prokurorluq kimi. Bu haqda çıxarılan qanunsuz məhkəmə hökmlərindən necə protest verə bilərmi? Axı özü bəyan edib 7 may 2017-ci ildə ki, bəli, belə cinayətlər olub. Erməni gəlib Tərtərə, üzr istəyirəm mən bütün Tərtərlərdən və xalqımızdan. Güya Tərtərdə hansısa bir gəlinlə yatıb, kimsə anasının, bacısını yatırdı bir erməni ilə. Güya gəlib Tərtərin mərkəzində yeyib içiblər, toyda iştirak ediblər. Bu barədə verilən bəyanatın altında baş prokurorluğun imzası varsa, sabah məhkəmədə bunun yalan olduğunu baş prokurorluq iddia edə bilərmi? Bu barədə qəbul edilən məhkəmə hökmündən prokurorluq protest verə bilərmi? Yox, təbii ki, yox. Sizcə nəzarət etməli orqan, indiki halda dedim baş prokurorluq, nəzarət etməli olduğu orqanlarla birgə bəyanat verərək, hansısa cinayətin həqiqətən törədilməsi haqda mövqe bildirirsə, sonradan bunun əksini iddia edə bilərmi? Bu haqda çıxarılan qanunsuz məhkəmə hökmlərindən protest verə bilərmi? Bunları təkrarlayıram ki, bəlkə Azərbaycan hakimiyyətinin başda duranların kar qulaqlarına girsin, çalsın yox beyinlərinə. Əlbəttə yox, bəs niyə bunlar bizim ölkəmizdə baş verir? Çünki bizim ölkəmizdə xalq iradəsi ilə formalaşan, yazılı konstitusiya və qanunlarla idarə edilən hakimiyyət yoxdur. Səbəb budur. Hakimiyyət adına fəaliyyət göstərən və Tərtər qətliamı kimi minlərlə cinayət törədən cinayətkar təşkilat vardır. Buna nə hakimiyyət, nə dövlət demək olmaz. İkincisi, Müdafiə Nazirliyinin imzası niyə bu bəyanatın altına qoyulub? Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixi ilə 54 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında əsasnamədə bu nazirliyin cinayətkarlığa qarşı mübarizə aparmaq kimi nə bir vəzifəsi var, nə bir səlahiyyəti var. Müdafiə Nazirliyinin vəzifəsi vətəni qorumaqdır, sərhədləri qorumaqdır. Cinayətkarlığa qarşı mübarizə onun vəzifə səlahiyyətlərinə, funksiyalarına daxil deyil. Soruşuram, onda niyə onun imzası həmin bəyanatın altındaydı? 3. O vaxt Milli Təhlükəsizlik Nazirliyi adlanan, bugünkü Dövlət Təhlükəsizlik Xidmətinin bəs bu bəyanatı imzalamaq üçün hansı hüquqları və vəzifələri olub? Heç bir. Onun da səlahiyyəti yoxdur ki, belə bir bəyanatı imza atsın. Daşlar Nazirliyi də həmsinin. Bu barədə danışıb çox vaxtını qalmaq istəmirəm, hörmətli millət vəkilləri, amma istəyirəm hələlik qısa bir nəticə verəm. Nəticə nədir? Dövlətimiz yazılı qanunla idarə edilmir, Azərbaycan hüquq müstəfisindən çıxıb deyə bu formada birgə bəyanatlarla bu dövlət idarə olunur. Çıxışımın ikinci hissəsinə keçmək istəyirəm. Bu dəhşətli cinayətin baş verilməsinə imkan verən şəraitin əsas əlamətlərdən biri də yuxarıda dediyim kimi dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin olmaması, ölkədə söz və mətbuat azadlığının boğulması və ya heç olmamasıdır. Sizcə, hörmətli millət vəkilləri, istər Müdafiə Nazirliyinin, istər də prokurorluq orqanlarının, xüsusilə də 2005-ci ildən Xanlar Vəliyevin şəxsi obyekti kimi fəaliyyət göstərən hərbi prokurorluğun fəaliyyəti üzərində ictimai nəzarət olsaydı, o orqanların fəaliyyətində şəffaflıq təmin edilsəydi, jurnalistlərin məqalələrinə reaksiya verilsə və vaxtında tədbir görülsəydi, bu miqyasda və bu vəhşilikli cinayət törədilə bilərdimi? Təbii ki, yox. Tərtər qatillərini ifşa etməyə cəhd edən Oqtay Gülaliyeva qəsd edilirsə,
Tərtər qatillərini ifşa edən İlham Aslanoğlu, Abid Qafarov, Əvəz Zeynallı həbs edilirsə, demək ki, ölkəmizdə məhz belə cinayətlərin törədilməsi şəraiti ən yüksək səviyyədə sanksiyalaşdırılıb. Yəni, ölkədəki vəziyyət məhz bu tip cinayətlərin törədilməsi üçündür. Düşünürəm ki, Tərtər qətliamının törədilmə şəraiti ilə bağlı bu qədər kifayət edir. Hamını narahat edən başqa bir sual. Tərtər qətliamı niyə, hansı məqsədlə törədilib? Və prezident vəzifəsini qanunsuz üsullarla ələ getirib, qanunsuz üsullar, saxta seçkilərlə əldə saxlayan İlham Əliyevin bu cinayətdə iştirakı varmı? Hörmətli millət vəkilləri, xatırlatmaq istərdim ki, Azərfilm TV-nin rəhbəri olaraq bu cinayətin araşdırılmasına şəxsən mən hələ 2019-cu ilin ortalarından başlamışam. İlk dəfə həmin ilin avqust ayında bizim efirdə bu mövzuda veriliş olub. Lakin sehirli bir əl zərərçəkmişləri bizim efirdən o vaxt uzaqlaşdırmağa nail oldu. İkinci dəfə 2020-ci ildə cəhd etdik. Yenə də hansısa qüvvələrin müdaxiləsi ilə araşdırma prosesini apara bilmədik. Üçüncü dəfə 2021-ci ilin fevralında zərərçəkmiş Vasif Ağayevin haqqındakı bir verilişlə başladıq və 5 mart 2021-ci ildən bu günə dək araşdırmamız fasiləsiz davam edir. Buna görə qeyd edirəm ki, indi sizlərə təqdim edəcəyim bəzi nəticələr şəxsən öz iştirakımla aparılan obyektiv faktlara və sübutlara əsaslanır. Tərtər qətliamının niyə, hansı məqsədlə törədilməsi barədə aşağıdakı versiyalar var. 1. Kimlərsə şəxsi karyera naminə vəzifə yüksəlişinə görə bu cinayəti törədib. Bu, təbii ki, bilirsiniz, rəsmi versiyadır və baş prokurorluq utanmadan bunu ittiham aktlarının hamısına yazıb. Bu versiya qondarmadır, saxtadır, cinayətkarların, xüsusilə də bu cinayətin təşkilatçılarının əsl niyyətlərini gizlətmək üçün uydurulub və yaşama haqqı yoxdur. Çünki bizim araşdırmalarımızla sübut edilib ki, bu cinayətin təşkilatçıları arasında Müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəzməddin Sadıqov, o dövrdə baş prokuror vəzifəsində olan Zakir Qaralov, o vaxt Milli Təhlükəsizlik Naziri olan Mədət Quliyev və generallar olub. Bu məsələ prezident aparatında müzakirə edilib. 4 dövlət orqanının birgə bəyanatı isə ən yüksək səviyyədə bu orqanlara göstəriş verilmək hüququ olan vəzifəli şəxsin və ya şəxslərin göstərişi təşkilatçılığı ilə verilib. Soruşuram, Zakir Həsənov karyera xətrinə bu cinayəti törədirdisə, fikri hansı vəzifəyə yüksəlmək olub? Zakir Həsənov Müdafiə Nazirindən sonra prezident olmaq istəyirdi ki, bu cinayəti törədirdi. Bu suallar təbii ki, mən buradan hörmətli millət vəkilləri sizin iştirakçıda verirəm. Retorik suallardır, amma inanıram ki, bugün baş prokuror vəzifəsini icra edən və bu cinayəti də örtbasdır etməkdə xüsusi canfəşanlıq göstərən Kamran Əliyev də dinləməli və bu suallara cavab axtarmalıdır. Bəs 4 dövlət orqanına birgə bəyanat imzalatdıran Ramiz Mehdiyev və Fuad Ələsgərov necə? Onlar hansı vəzifəyə yüksəlməyə planlaşdırıblarmış? Hamısı prezident mi olmaq istəyiblər? Bunu İlham Əliyev bilibmi, bilməyibmi? Bilsəydi bu adamların başına hansı oyunlar gətirməzdi möhtərəm millət vəkilləri? Yoxsa nə yapılar? Yox, vəzifədə yüksəlmək üçün insanlara işgəncə vermək, onları qətl etmək kimi bir motiv ola bilməz. Çünki başında ağlı olan hər bir kəs caninin vəzifəyə deyil, həbsxanaya gedəcəyini əla bilir. Deməli, bu versiya yaşaya bilməz. İkinci, cinayət tamah məqsədi ilə törədilib. İnsanlardan rüşvət almaq, şəxsən varlanmaq, İlham Əliyevin arvadı Mehriban Əliyevanın şəxsi malı kimi istifadə etdiyi Heydər Əliyev fondunu növbəti dırnaqarası iyanələrlə doldurmaq. Bəli, bu cinayətin törədilməsində tamah olub. İnsanlar talan edilib. Adamlara evlərini satdırıblar. Bəzi şəxsləri banklardan kredi götürüb rüşvət verməyə məcbur ediblər. Qadınlara nişan üzüklərini satdırıblar. Ancaq Tərtər qətliamının məhz tamah məqsədi ilə törədilməsinə inanmaq sadəlövhlü olardı. Çünki zaten xanlar Vəliyevin yuxarıda qeyd etdiyim kimi şəxsi obyekti kimi istifadə etdiyi hərbi prokurorluq və Müdafiə Nazirliyi şəxs onun özünə və Heydər Əliyev fonduna kifayət qədər gəlir gətirirdi. Bunun üçün belə vəhşi cinayətlər törədib, indiyə də topladıqları milyardları riskə atmağa dəyməzdi. Bu versiyada keçərli deyil. Üçüncü bir başqa versiya var.
cinayət İlham Əliyevin xəbəri olmadan, onun iradəsindən kənar, hansısa qüvvələr tərəfindən məhz İlham Əliyevi nüfuzdan salmaq, xalqı ona qarşı qaldırıb hakimiyyəti dəyişdirmək məqsədi ilə törədilib. Bu versiya heç keçərli deyil. Çünki sadə insanlar belə özlərinə qarşı qanunsuz hərəkət edənlər müəyyən ediləndən sonra onları bağışlamır. Hörmətli millət vəkilləri, ümid edirəm ki, sizin aranızda elə bir adam ola bilməz, tapılmaz ki, onu aldadan və ya ona qarşı nəsə planlaşdıran, qanunsuz əməllər törədən bir adam sonradan müəyyənləşdirəndə ondan cavabdehlik tələb eləməsin. Hökümdarlar isə rəqiblərini ağır cəzalandırır. Həm də amansızlıqla cəzalandırır. İlham Əliyev isə bu cinayəti törədənlərin hamısını istisnasız olaraq mükafatlandırıb, onlara yüksək vəzifələr, rütbələr, dövlət mükafatları verib dostlar. İlham Əliyev bu cinayətdə başqa bir versiya. İlham Əliyev bu cinayətdə aldadılıb. Güya ordumuzda xainlər var deyə onu aldadıb ordu məhbuslarına qarşı güya hansısa qüvvələrin bu cinayəti törətmələrinə bəhanə yaradılıb. Hörmətli millət vəkilləri, siz şəxsən sizi aldadan adamları sonradan müəyyən etsəz, bax verdiyim sualı başqa cür təkrarlamaq istəyirəm. Onlara qarşı hansı münasibət göstərərsiniz? İlham Əliyevin sizin kimi hərəkət etməməsi göstərir ki, burada aldatmadan da söhbət gedə bilməz. İlham Əliyev bu cinayətin törədilməsində şəxsən maraqlı olub. Sadəcə olaraq ölüm hallarının çoxalması nəticəsində xalqın ayağa qalxa biləcəyindən qorxub dayandırıb bu prosesi hansısa mərhələdə. Başqa bir versiya. İnsan orqanlarının hansısa beynəlxalq cinayətkar təşkilatlar və ya hansısa xarici dövlətlər üçün tədarükü məqsədi ilə törədilib bu cinayət. Bəli, bu cinayətdə bu hallar olub. Araşdırmalarımız öldürülən əskər və zabitlərimizin yaxınlarının verdikləri ifadələr və ekskumasiya halları sübut edilir ki, qətlə yetirilən övladlarımızın hamısının daxili orqanları çıxarılıb dostlar. General İnsan Qəssabı Natiq Əliyevin hələ 2017-ci aprel ayında insan orqanlarının daşınması üçün xüsusi konteynerlərin hazırlanmasına, tədarükünə göstəriş verməsi barədə əlimizdəki təkzib edilmə sübutları göstərir ki, bəli, bu cinayətdən insan orqanın tacirləri də faydalanıblar. Ancaq bu əsas məqsəd ola bilməz. Çünki zaten ordumuzda son 30 ildə şübhəli basılmamış ölüm halları kifayət qədərdir. Yəni, bu adamlar istədikləri qədər daxili orqan tədarük edib pul qazanırlar. Bu inandırıcı və ağla batan deyil ki, sadəcə daxili orqanlara görə bu qədər insana işgəncə verilsin və öldürülsünlər. Nəhayət, bütün bu araşdırmalarımın yekunu olaraq gəldiyim şəxsi nəticə. Hörmətli millət vəkilləri, mənim burada sadaladığım bu versiyalar istər sosial şəbəkələrdə, istər televiziya ekranlarında, ayrı-ayrı debatlarda, eləcə də mənim söhbət apardığım ayrı-ayrı insanlar arasında irəli sürülən versiyalardır. Son indi deyəcəyim versiya mənim özümün şəxsi gəldiyim qənaətdir. Tərtər qətliamı hakimiyyətin ömrünü uzatmaq məqsədi ilə 2016-cı ildən aparılan 4 günlük aprel döyüşlərində ruhunun sınmadığı, yüksək döyüş ruhunda olması ortaya çıxan ordumuzun sındırılması, ordu daxilində və xalqda total qorxu, xof, baskı yaratmaq, insanların iradəsinin sındırılması, onları uzun müddəti çarəsizlik hisslərinə qaptırmaq məqsədi ilə şəxsən İlham Əliyevin tapşırığı, razılığı və ya cinayətkarcasına susqunluğu ilə törədilən əsrin cinayətidir. Tariximiz boyu xalqımıza qarşı törədilən bənzəri olmayan ən iyrənc, ən qorxulu, ən dəhşətli bir qətliam cinayətidir. İşgəncə görənlərin çoxunun sonsuzlaşdırılması, onlara qarşı xüsusilə cinsiyyət xarakterli cinayətlərin törədilməsi, cinsiyyət orqanlarına elektrik verilməsi, yumurtalıqlarının dağıdılması, cinsiyyət orqanlarından asılması sübut edir ki, bu cinayət insanlığı və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir və bu cinayətə görə təqib müddəti tətbiq edilməməli, qatillər zaman aşırımı olmadan tutduqları vaxtda qanun qarşısında cavab verməlidirlər. Və nəhayət dostlar, xalq olaraq və millət vəkilləri olaraq qısaca vəzifələrimiz barədə demək istəyirəm. Hörmətli millət vəkillər, bu barədə düşünürəm ki, sizlərə siz bildiklərinizdən artıq heç nə demək gücündə deyiləm.
Bunu siz özünüz də məndən yaxşı bilirsiniz. Elə ona görə siz dəyərli insanlar bu gün bu müqəddəs parlamentdəsiz ki, xalqa lazım olan işləri görəsiz. Qısaca vurğulamaq istərdim ki, Tərtər qətliamını törədən bütün cinayətkarlar, təşkilatçılar, icraçılar, təhrikçilər və köməkçilər son nəfərinədək tapılıb cəzalandırılana dək mübarizə aparmalıyıq. Çünki bu cinayətə adi bir qanunsuzluq əməli deyil, bu xalqımıza və dövlətimizə qarşı törədilən düşmənçilik aktıdır. Təkrar eləmək istəyirəm. Çünki bu cinayət adi bir qanunsuzluq əməli deyil, bu xalqımıza və dövlətimizə qarşı törədilən düşmənçilik aktıdır. Düşmən isə mütləq zərərsizləşdirilməli və məhv edilməlidir. Və nəticə. Qısa deyəcəyəm, hörmətli millət vəkilləri, biz belə cinayətlərin təkrarlanmasını istəmiriksə, törədilən belə vəhşi cinayətlərə ədalət gətirmək istəyiriksə, Azərbaycanda xalqın azad seçkilərlə formalaşdırdığı hüquqi, sivil, demokratik bir dövlət qurmalı, respublikaçılıq ənənələrini dirçətməli, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla babalarımızın arzularını reallaşdırmalıyıq. Mən əminəm ki, xalqımız tezliklə bu tarixi vəzifənin ötəsindən gələcək və azadlıq günəşi Məhəmməd Əmin demişkən yenidən yurdumuzda parlayacaqdır. Hörmətli millət vəkilləri. Sözümü burada bitirir. Məni səbirlə dinlədiyinizə görə təşəkkür edir və hamınıza, xalqımıza uğurlar arzulayıram. Sağ olun. Təşəkkür edirəm Qurban bəy. Geniş çıxışa görə. Vaxt üçün narahat olmayın. Yəni, mən artıq dərəcədə üzr istəyirəm. Bu reglamentdə nəzərə alınıb ki, məruzə ilə çıxış eləyənə 15 və əlavə 5 dəqiqə vaxt verilir və son sözdə demək üçün 5 dəqiqə vaxt verilir. Qurban bəy artıq 23 dəqiqə danışıb, amma son sözdə də yəni suallar yaranarsa, iradlar, təkliflər, yəni ehtiyac olsa Qurban bəy isə 5 dəqiqə vaxt verirlər.